Biz növbəti dərs Deməli belə, baxaq ümumiyyətlə əsas məsələ, təhsildə dövlət standartları mövzusunun məncə iki əsas hissəsi var, iki əsas mövzusu var. Bir səriştələr, ki testlərdə də görəcəksiniz ki, bütün situativ testlərin hamısı bu ikisi üzərindəndir. Demirəm digərlərini oxumayın, yəni mövzunun əvvəlində oxuyun, məlumat üçün oxuyun. Amma əsas hissəsi öyrənəcəyimiz bir səriştələr, bir də əsas məsələ həmin bu pedaqoji tələblər. Ümumiyyətlə, pedaqoji tələblər subyekt-subyekt prinsipinə əsaslanır. Yəni, əvvəlki kimi obyekt-subyekt deyil də. Yəni, əvvəl necə idi? Müəllim danışırdı, şagird dinləyirdi. Yəni, bu şəkildə idi. Amma hal-hazırda elə deyil. Yeni prinsip deyir ki, hətta bəzən şagird da üzr istəyirəm, müəllimin özü belə şagirddən nəyisə öyrənə bilər. Yəni, öyrənmə deyir ki, qarşılıqlı şəkildə baş verir. Əməkdaşlıq əsasında baş verir. Müəllimlə şagird yeni prinsipə görə artıq əməkdaş sayılırlar. Mən düşünürəm ki, yeni təhsil sisteminin ən gözəl prinsiplərindən biri budur. İndi gəlin baxaq görək bizə neçə dənə pedaqoji tələb verir və hansılardır. Əvvəl sadalayaq, sonra mən hər birinə aid açar ifadələr deyəcəm. İstəsəniz qeydləri götürün, testlərdə çox köməyinizə çatacağından əminəm. Bir pedaqoji prosesin tamlığıdır. İki təhsildə bərabər imkanların yaradılmasıdır. Üç şəxsiyyət yönümlülükdür. Dörd şagird yönümlülükdür. Beş inkişaf yönümlülük. Altı fəaliyyətin stimullaşdırılması. 7 dəstəkləyici mühitin yaradılması. 8 inklüzivlik. 9 məktəb valideyn əlaqələrinin tənzimlənməsi. Birinci başlayaq pedaqoji prosesin tamlığı. Adından da görüldüyü kimi, bu tələb deyir ki, müəllim işini tam görməlidir. Yəni, təhsil məqsədlərinin öyrədici olması lazımdır, tərbiyə edici olması lazımdır və inkişaf etdirici olmalıdır. Yəni, məsələn, mən girim sadəcə olaraq dərsi izah edim, bu ilə işim bitsin, olmalı deyil. Həm öyrətməliyəm, öyrətdiklərimi onun bacarığa çevirməsi üçün şərait yaratmalıyam. Öyrətdiklərimin onun həyatda hansı şey həyatda, gündəlik həyatında mənim öyrətdiklərimin ona nə zaman lazım olacağını öyrətməliyəm. Yəni, tərbiyə edici xüsusiyyətini aşılamalıyam və öyrətdiklərim onu inkişaf etdirməlidir. Bunun hər üçü kompleks şəkildə olduqda, bu zaman pedaqoji proses tam olmuş olur. Biz də pedaqoji prosesin tamlığına riayət etmiş oluruq. Yenə də deyirəm, açar ifadələrdə görəcəyik. Bir müəllim sadəcə olaraq deyirsə ki, dərsi izah etməklə vəzifə funksiyasını tamamlamış olduğunu düşünür və yaxud dərsi yalnızca hər gün izah edir və şagirdlərdən dərs keçməklə tamamlayır və yaxud hər hansısa bir hamımızın fənninə aid bir situasiya verə bilər ki, məsələn, sizdə verə bilər ki, müəllim ağciyərlərin funksiyasını şagirdə izah etdi, amma gündəlik həyatdan misal vermədi, onların bizim yaşamımızda nə qədər vacib rol oynadığını, bir insanın yaşaması üçün nə qədər önəmli olduğunun məlumatını vermədi və yaxud da müəllim hər hansısa bir mövzunu keçdi. Məsələn, mən keçirəm ekoloji monitorinq mövzusunu, amma şagirdlərə demirəm ki, uşaqlar, bugünkü gün əlinizdəki zibili ətrafa tökməyin, nə bilim, getdiyiniz meşəni çirkləndirməyin, təbiətə ziyan verməyin, ağacları qırmayın, əlinizdəki zibilləri yaxınlıqdakı zibil qutularına atmağı unutmayın və s. Əgər mən şagirdə ekoloji monitorinqin nəzəri hissəsini keçdikdən sonra gündəlik həyatda onun necə istifadə edəcək məlumatını ona verməyib, onda bu bacarığı inkişaf etdirmirəmsə, bacarıq sözünü də bir açar olaraq götürün müəllimlər. Səriştə kimi də qarşınıza çıxa bilər, bacarıq sözü kimi də qarşımıza çıxa bilər. Şagirddə müxtəlif öyrədirəm, amma müəyyən lazım olan bacarıqları onda inkişaf etdirmirəmsə, yenə də tamlığı pozmuş oluram. Birazdan bir neçə nümunə üzərində göstərəcəm bu bacarıq dediyim ifadəni. Bir sözlə tam olmalıdır. Məsələn, testlər görə bilərsiniz ki, müəllim öncədən dərsinin məqsədini müəyyənləşdirmədi. Buna görə də dərsin bir neçə dəqiqəsini dərsi düzgün qura bilmədi. Nəyi pozub? Pedaqoji prosesin tamlığını.
Çünki burada təhsil məqsədləri deyir. Daha sonra müəllim məsələn şagirdləri dərs zamanı ev tapşırıqlarının həllinə daha çox, üzr istəyirəm, ev tapşırıqlarını yoxlamağa daha çox vaxt ayırdı. Bayaq dediyim kimi dərsini öncədən planlaşdırmadı. Şagirdlərə öyrətdiyini həyatda necə tətbiq edəcəklərini başa salmadı. Və yaxud da ki, bir şagird nə qədər savadlı olursa olsun, əgər dərsdə düzgün davranış qaydalarını bilmirsə, danışanı dinləmirsə, əməkdaşlıq zamanı digər şagird yoldaşları ilə birlikdə bəzi qaydalara, prosedurlara riayət etmirsə, nəyi pozur? Pedaqoji prosesin tamlığını pozur. Ümid edirəm, mən danışdıqca özünüz üçün kiçik qeydlər götürdünüz. Amma yenə də mən göndərəcəm onsuz o qeydləri. İkincisi, təhsildə bərabər imkanların yaradılmasıdır. Burada biraz diqqətli olaq. Çünki testlərdə bunu biraz inklüzivliyə artıq bənzəyir. Bu düzdür. İzahından öncə deyim ki, maksimum dərəcədə testlərdə cavabı şagirdin fərqliliyinin, fərqli potensialının olmasının, fərqli maraqlarının olmasının nəzərə alınması barədədirsə, əgər oradan həmin cavab çıxırsa o situasiyadan, mütləq ki, variantlarda buna diqqət yetiriblər. Cavablar içərisində ya inklüzivliyi ya da təhsildə bərabər imkanları veriblər. Amma biz yenə də bunun izahı zamanı maksimum diqqətli olaq. Nədir təhsildə bərabər imkanlar? Öncə oxuyub sonra nümunələr verəcəm. Deyir ki, təhsildə bərabər imkanların yaradılması müəssisənin təhsil infrastrukturuna uyğun olaraq, təhsil alanlar üçün, yəni infrastruktura uyğun olaraq, əlindəki imkanlara uyğun olaraq, təhsil alanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil, maraq və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi. Müəllimlər, buradakı infrastruktura uyğun olaraq sözü var, ha. Adətən cavabı təhsildə bərabər imkanlar olan testlərdə mütləq orada belə bir açar ifadə verəcək bizə. Məsələn, müəllim markerdən bir şagirdin istifadə etməsini icazə verdi, digərinə vermədi. Lövhədən, ağıllı lövhədə filan şagird çıxdı, orada həll etdi, digər bir şagirdə imkan yaratmadı. Və yaxud da filan dərsliyi şagirdə verdi, digərinə vermədi. Bu infrastruktur sözü ki var idi, ha, məktəbin içərisində bizə ən əsas lazım olanlar. Və yaxud da şagirdlərin bir qismini laboratoriya apardı, bir qismi qaldı sinifdə. Şagirdlərin bir qisminə, məsələn deyirəm də, informatika dərsində həmin oradakı avadanlıqlardan istifadə etmə şansını verdi, digərlərinə vermədi. Bu kimi testləri gördüksə, əgər işin içərisində müəllim şagirdin hər hansısa bir infrastrukturdan istifadə etməsinə şərait yaratmırsa, mütləq orada təhsildə bərabər imkanlardır. Bura inklüzivliyi qatmayın. İnklüzivlik nə zaman qarışa bilər? İndi onu da deyəcəm. Digər bir qismi deyir ki, təhsil prosesinin şagirdlərin meyil, maraq və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi. Öncədən, yəni, əvvəlcədən işimi qurarkən fikirləşməliyəm ki, məsələn, dərsimi elə qurum ki, orada hər kəsin maraq dairəsinə uyğun olsun o dərs. Dərsimi elə qurum ki, oradakı hər kəsin potensial imkanlarını nəzərə alım. Bax, bu təhsildə bərabər imkanların yaradılmasıdır. O dərs hər kəsə maraqlı olsun. Məsələn, şagirdlərimdən birinin gözü çox zəif görürsə, hansı ki, biraz arxadadırsa, lövhəni yaxşı görmürsə, mütləq şəkildə ona imkan yaratmalıyam ki, təhsildə bərabər imkanları pozmayım. Baxın, maraq, meyil, potensial deyəndə burada biraz işin psixoloji tərəfindən çox, bilmirəm, o açar ifadəni sizə necə ötürüm ki, testlərdə onu görə biləsiniz. İşin psixoloji tərəfindən söhbət getmir təhsildə bərabər imkanlardan. Nə də intellektual olaraq getmir. İntellektual xüsusiyyətlərin nəzərə alınması birazdan deyəcəm, bu inklüzivlik olacaq. Təhsildə bərabər imkanlar o sinifdə hər kəsə həm infrastruktur olaraq, həm maraq olaraq, həm potensial olaraq eyni belə deyək də, eyni imkanları yaratmaqdır.
Bu təhsildə bərabər imkanların yaradılmasıdır. Məsələn, bir şagirdlərdən esse yazmağı tələb edirəm. Mövzum essenin yazılmasıdır. Mən əgər hər bir şagirdin, deyirəm ki, uşaqlar, kimə hansı mövzu maraqlıdırsa, hansı mövzuda esse yazmaq maraqlıdırsa, hər kəs mənə həmin mövzuda esse yazıb gətirsin. Gördünüz, dedim ki orada kimə hansı mövzu maraqlıdırsa. Çünki mənim məqsədim uşağın esseni yazıb yaza bilməmə potensialını ölçməyimdir də. Qoy öz maraq dairəsinə uyğun olan bir mövzu seçsin. Baxın, bu təhsildə bərabər imkanların yaradılmasıdır. Birazdan hər birinə çoxlu nümunələr işləyən zaman bu dediklərimi əyani şəkildə də görəcəyik. Digəri şəxsiyyət yönümlülükdür. Şəxsiyyət yönümlülük bizə prinsiplərdən artıq tanışdır. Burada təhsil alanların idrak, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması. Bu dəyərlər sözünə fikir verin. Bunlar da testlərdə adətən biz səriştələr bayaq baxdıq, dəyərlər səriştəsi var idi orada. Dəyərlər səriştəsinə aid olan milli kimliyin dərki, milli iftixar hissi var idi, mədəni müxtəlifliyə hörmət var idi və digərləri. Bunlar adətən şəxsiyyət yönümlülük pedaqoji tələbi ilə sıx bağlı olur. Şagirdin hər hansısa bir psixomotor fəaliyyəti, nədənsə tutaq ki, nəyisə düzəldə bilmə məsələsi var orada, idrak məsələsi var, nəyisə qavrayıb başa düşüb və yaxud da başa düşməmə məsələsi və müəllimin bunu nəzərə alması, onu onda inkişaf etdirməsi, dediyim kimi dəyərlərin inkişaf etdirilməsi, bunların hamısı şəxsiyyət yönümlülükdür və mütləq ki, orada bizə idrak, ünsiyyət, psixomotor fəaliyyətə aid bir açar ifadə verəcək, həmçinin milli bəşəri dəyərlər formalaşdırma məsələsi ki var, mütləq buna aid bir nümunə orada görəcəyik. Baxan kimi orada o milli bəşəri dəyər ifadəsinə aid, məsələn, müəllim dərsdə şəhidlik zirvəsindən danışdı, qazilərimizə hörmətdən danışdı və yaxud da ki, dövlət rəmzlərimiz olan məsuliyyətimizdən, hörmətimizdən və s. bunlar barəsində söz açdı. Cavabınız şəxsiyyət yönümlülük olacaqdır. Digəri şagird yönümlülük. Nədir şagird yönümlülük? Bu da bizə prinsiplərdən tanışdır. Deyir ki, təhsil fəaliyyətinin bilavasitə təhsil alanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşmasına, şəxsiyyətlərinin formalaşmasına yönəldilməsi. Təhsil tələbatının ödənilməsi deyir, mənafeyinin müdafiəsi deyir. Məsələn, burada biraz açar ifadə götürə bilərsiniz ki, əgər bir müəllim şagirdin hüquqlarını və vəzifələrini müdafiə edirsə, bunu ona öyrədirsə və onun bir hüququ olduğunu, vəzifəsi olduğunu dərk edirsə və sinif, təlim, tədris zamanı bunu nəzərə alırsa, dediyim kimi, testlər üçün bir ipucu olaraq deyirəm sizə, bu şagird yönümlülüyü olacaqdır. Təhsil tələbatının ödənilməsidir. Məsələn, istedadının reallaşmasıdır. Sinifimizdə bir rəssam şagirdimiz ola bilər, çox yaxşı idmanla məşğul olan şagirdimiz ola bilər. Həmin onun istedadının reallaşdırılması, şəxsiyyətinin formalaşdırılmasına yönəldilməsi üçün müəllimin əlindən gələni etməsi pedaqoji tələb olaraq şagird yönümlülük olacaqdır. Onların xüsusilə deyirəm, mənafeyinin müdafiəsi məsələsinə diqqət yetirək. Yenə də testlər üzərində nümunə göstərəcəm. Digəri inkişaf yönümlülükdür. Bir inkişaf yönümlülüyə bir də fəaliyyətin simullaşdırılmasının çox incə bir məqam deyəcəm. Hansı ki, müəllimlər bunu testlərdə qarışdırırlar. Burada biraz diqqətli olaq. Nədir inkişaf yönümlülük? İnkişaf yönümlülük şagirdlərin təhsil nailiyyətlərinin təhlilində. Təhlil sözünü yadımızda saxlayaq. Şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi. Müəllimlər, adından da məlum olduğu kimi, inkişaf yönümlülük pedaqoji tələbi mənə deyir ki, şagirdlərin nailiyyətini təhlil eləyəndən sonra təhlildən sonra aldığı nəticələrə uyğun tədbirlər gör. Baxın, indi nümunə üzərində deyirəm.
Mən KSG keçirdirəm və yaxud da formativ qiymətləndirmə keçirirəm, düzdür? Bunu keçirəndən sonra nə edirəm? Baxıram, görürəm ki, məsələn, hidrosfer bölməsini şagirdlərdən ikisi, üçü yaxşı mənimsəməyiblər. Baxıram, həddindən artıq aşağıdır qiymətləri. Bu zaman nə edirəm? O testləri təhlil edirəm, nəticələri təhlil edirəm. Bir-bir baxıram ki, hansı şagirdimin harda boşluğu var, xüsusən. Sinifin daha çoxu harda səhv edib. Onları təhlil edirəm və növbəti dərslərdən birində o təhlilə uyğun o mövzuları yenidən izah edirəm, yenidən keçirəm. Haralarda səhv ediblərsə o hissələri bir də izah edirəm. Bir sözlə planlamamda nə edirəm? Dəyişiklik edirəm də. Adətən necə olur? Baxırıq ki, KSG-mizdə problem var. Uşaqlar bu mövzuda həmişə olduğundan daha zəif nəticə göstəriblər. Suallarda da qarşınıza çıxacaq. Müəllim KSG qiymətləndirilməsinin təhlilindən sonra gündəlik planlamasında dəyişiklik edirsə və yaxud da etmirsə, hansı pedaqoji tələbi pozmuşdur? Cavab inkişaf yönümlülük. Və yaxud müəllim sinifdə formativ qiymətləndirmə keçirdi. Formativ qiymətləndirmənin təhlilini aparmadı. Nəyi pozdu? İnkişaf yönümlülüyü pozdu. Və yaxud tapşırıqları yoxladı. Tapşırıqları yoxlayandan sonra təhlil edib şagirdlərlə birlikdə nəticələri müzakirə etmədi. Nəyi pozur? İnkişaf yönümlülüyü pozur. İnkişaf yönümlülük, bu cümləni unutmayaq, nəticənin təhlilindən sonra görülən işdir. Nəticənin təhlilindən sonra müəllimin atdığı addımlardır. Sonra. Gələcəkdə. Fəaliyyətin stimullaşdırılması ilə inkişaf yönümlülük bəzən testlərdə qarışdırılır. İndi fəaliyyətin stimullaşdırılması deyirəm. İlk dəfə öyrənən müəllimlər, bilmirəm aramızda var yoxsa yoxdur, bu stimullaşdırma sözünü həvəsləndirmə kimi başa düşürlər, psixoloji həvəsləndirmə kimi daha doğrusu başa düşürlər. Şagirdə, məsələn, ürək-dirək vermək kimi başa düşürlər və yaxud da ki, onu psixoloji olaraq başa düşürlər. Bunlar deyil müəllimlər. Çünki burada fəaliyyətin stimullaşdırılması var. Şagirdin özünü həvəsləndirmirsən. Şagirdin özünün, belə deyək də, mənəvi psixoloji durumuna nəzər yetirmir ya, o birazdan olacaq. Öyrənməyə həvəsləndirmək kimi. Burada sadəcə olaraq gördüyü iş üçün nələrsə edəcəm. Nələr edəcəm, indi deyəcəm. Təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi üçün onların nailiyyətlərinin izlənilməsi. Nailiyyətin təhlili inkişaf yönümlülükdədir. İzlənilməsi stimullaşdırmadadır və dəyərləndirilməsi istiqamətində tədbirlərin görülməsi. İndi bir də qayıdıram inkişaf yönümlülüyə. İnkişaf yönümlülük nə oldu? O yoxladım, bitirdim, nailiyyəti təhlil etdim, alınan nəticələr əsasında da bir tədbir həyata keçirdim. Fəaliyyətin stimullaşdırılması isə deyir ki, proses zamanı, təhsil prosesi zamanı. Biri var tapşırığı yoxlayandan sonra, biri də var tapşırığı eləyə-eləyə. Uşaq gəlir mənə yaxınlaşır ki, mən bu hissəni başa düşmədim. Deyirəm ki, bir dənə bu hissəyə diqqət et, biləsən sualda səndən nəyi istəyir. Neynədir? Ona istiqamət verdim, düzdür? Yol göstərdim. Və yaxud da məsələn deyirəm, rəsm müəlliməsiyəm, deyir ki, müəllimə bu hissəni alındıra bilmirəm, çəkə bilmirəm. Deyirəm, bax, get bunu belə yox, belə elə, daha gözəl alınacaq sənin rəsmin. Neynədim? Anındaca, proses zamanı ona istiqamət verdim, düzdür? Baxın, bu da onun fəaliyyətin stimullaşdırılması. Şagirdlərin deyir ki, təlim marağının yüksəldilməsi üçün biri var, uşaq orada fikirləşə qalsın ki, Allah, mən burada görəsən neyniyim ki, cavaba çatım? Daha çox da söhbət formativ tapşırıqlar zamanı olur bu. Bu zaman olur, uşağın bütün marağı ölür də orada, onsuz da eləyə bilməyəcəm deyir. Biri də var ki, bir müəllim anındaca həmin vaxt ona istiqamət verə bilirsə, düzgün rəy verə bilirsə, nailiyyətini orada izləyə bilirsə, nələri bilir, bax, nə edir indi, nədə boşluq yaşadı, həllə çatmağı üçün, nə üçün onu necə kömək eləyə bilərəm? Nailiyyətini izləyirsə və
dəyərləndirirsə, dəyərləndirmə dedikdə adətən rəy və münasibət bildirmədən söhbət gedir. Ona ya rəy verəcəm, istiqamət verəcəm ona, rəy, istiqamət, sonra fəaliyyətinin izlənilməsi, dəyərləndirilməsi, həmin an etdiyi tapşırığa münasibət bildirməyim, sonra ona kömək etməyim, yol göstərməyim. Baxın, bu fəaliyyətin stimullaşdırılması pedaqoji tələbidir. Ümid edirəm, inkişaf yönümlülüklə fəaliyyətin stimullaşdırılmasını daha qarışdırmarıq. Fəaliyyətin stimullaşdırılması proses zamanı, indiki zamanda edilən bir prosesdir. İnkişaf yönümlülüyü artıq gələcəkdə olub, bitib, bundan sonra görüm nə edə bilərəm ki, onları bir addım irəli apara bilim. Bu inkişaf yönümlülükdür. Belə, indi keçək dəstəkləyici mühitin yaradılmasına. Dəstəkləyici mühitin yaradılması isə burada artıq şagird üçün düzgün mühitin qurulmasıdır. Rahat olacağı bir mühitin qurulmasıdır. İstər infrastruktur baxımından rahat olmalıdır o. Uçulub sökülən, tökülən məktəbdə, qırıq partada, nə bilim, qırıq stolda oturmamağından söhbət gedir. Bir də ən əsası sağlam mənəvi psixoloji mühit yaradılması, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi. İnfrastrukturu dedim bayaq. Məsələn, müəllim hər hansısa bir dərs keçmək istəyir, baxır orada ağıllı lövhəsi yoxdur. Coğrafiya müəllimidir, əlinin altında xəritəsi yoxdur, qlobusu yoxdur, hər hansısa bir əyani vasitəsi yoxdur. Deməli, infrastrukturdan təmin edilməyib. Nədir? Dəstəkləyici mühitdir. Məsələn, sağlam mənəvi psixoloji mühit deyirəm. Davamlı olaraq sinifə girirəm, başlayıram bunlardan şikayətlənməyə. Yenə oxumamısınız, yenə bilmirsiniz, sən onsuz da bacarmırsan, onsuz da oxuya bilmirsən, tutaq ki, hər hansısa bir təzyiq göstərirəmsə hər hansısa bir şagirdə və yaxud da ki, o şagirddə daim olaraq özünə inamı öldürürəm, digər bir şagirdlə həmişə onu müqayisə edirəm və yaxud da imkan, şərait yaradıram ki, digər sinif yoldaşı başlasınlar ya onu məsxərəyə qoysunlar, ya zəifliyi barədə nəsə bir fikir bildirsinlər, bir sözlə ona qarşı bir bullying halı törətsinlər və mən buna müdaxilə etmirəmsə, o sinifdə mənəvi psixoloji mühit yoxdur demək ki. Yenə də deyirəm, dəstəkləyici mühit həm şagirdin fiziki olaraq rahat olmasından söhbət gedir, həm də o sinifdə başının, beyninin tam olaraq rahat olmasından söhbət gedir. Təzyiq altında olmamasından söhbət gedir. Nə müəllim orada ona heç bir psixoloji, çünki müəllimin vəzifələrindən biri də nə idi? Şagirdi bütün psixi zorakılıq hallarından qorumaq idi. Düzdür? Sinifə girirəm, situasiya var məsələn testlərin içərisində. Müəllim sinifə girir, görür ki, bir şagird digər bir şagirdə fiziki zorakılıq törədir, incidir onu və yaxud da psixoloji olaraq onu təhqir edir, nalayiq ifadələr səsləndirir. Müəllim orada heç bir müdaxilə etmir və dərsinə davam edir. Nəyi pozub? Dəstəkləyici mühiti pozub. Sağlam mənəvi psixoloji dediyimiz şagirdə beyin olaraq özünün və yaxud da başqasının psixoloji təsir etməsidir. Və yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi, bunu da bayaq da dedim. Məsələn, loru dildə deyəcəm, o məktəb başına uçmamalıdır, normal olmalıdır, sinifin pəncərəsi, qapısı, lövhəsi, oturacaqları bütün dərsliklərlə təmin edilməlidir. Bu şəkildə, yəni, hansı ki, bayaq danışdığımız infrastruktur məsələsi, həmçinin dəstəkləyici mühitin yaradılması olacaq. Bir də yeni bir məsələ, inklüzivlik. Burada da istəyirəm diqqətli olasınız müəllimlər. İnklüzivlik biz əvvəlki illərdə izah edəndə deyirdik ki, bu 2024 nəşrindən öncə danışanda deyirdik ki, müəllimlər, harda əgər fiziki qüsur gördünüzsə, bilin ki, inklüzivlikdir. Bunun başqa bir cavabı yoxdur. Ancaq belə deyirdik. İndi nə deyirik? İndi bu da var, bu heç. İndi deyirik ki, fiziki, psixi və ən əsası intellektual xüsusiyyətlər. İntellektual xüsusiyyətlərindən və sağlamlıq imkanlarından asılı olmayaraq,
Təhsilin bütün uşaqlar üçün əlçatan olması. Əvvəl baxaq bu fiziki sağlamlıq imkanları məhdud məsələsini zaten bilirik. Məsələn, sinifimizdə gözdən əlil bir uşaq ola bilər, bir qəza zamanı Allah qorusun hər hansısa bir bədən üzvünü itirə bilər. Bu o demək deyil ki, o təhsil almayacaq. Və yaxud da son dövrün böyük problemlərindən biridir. Nitq inkişaf ləngiməsi olan bir uşaq ola bilər, autizm spektr pozuntuulu bir uşaq ola bilər. Mutist bir uşaq ola bilər, hansı ki, tək bir nəfərlə, məsələn, mənim sinifimdə var, ancaq öz anası və nənəsi ilə danışır. Bacardığım qədər kömək etməyə çalışıram, dəstək də görür. Amma təbii ki, təhsilini alır, çox yaxşı başa düşür, tapşırıqları ən tez, ən çevik şəkildə o həll edir, amma danışmır. Nə bizlə, nə də digər uşaqlarla. Amma bu demək deyil ki, dövlət ona o şəraiti yaratmır. Yaradır, bütün uşaqlarla eyni təhsil şəraitindən yararlanır. Bir də yenilik olan intellektual xüsusiyyətlər məsələsi var. Buna aydınlıq gətirək ki, testlərdə necə düşür. Son 2 ildə bu ilk dəfə düşəndə müəllimlərin hamısı bunun cavabını təhsildə bərabər imkanlar və yaxud da şagird yönümlülük götürmüşdülər. Yeni qaydaya görə biz bu öyrənmə tərzləri keçmişdik, keçmişdik deyəndə çoxdan kurikulumdan məlumatı olan müəllimlər bilirlər yəqin nəyi deyirəm. Bilməyənlər üçün də deyirəm ki, hər bir şagirdin, ümumiyyətlə hər bir insanın bir öyrənmə tərzi var. Hər bir şagirdin intellektual xüsusiyyəti fərqli ola bilər. Bəziləri çevik düşünüb çevik qərar verə bilirlər. Bəziləri biraz gözləmə vaxtı verməyimiz lazımdır ona. Bəzilərinə məsələn, bayaq dediyim kimi hər hansısa bir psixi ləngiməsi ola bilər. Dolayısıyla da intellektual olaraq geri olacaqdır, budur. Bu kimi məsələlər. Bir də öyrənmə tərzləri. Məsələn, bəzilərimiz mənə yazanlar olur ki, müəllimə, mən sonradan videoya baxanda daha yaxşı başa düşürəm. Nəinki dərs zamanı fikrim yayınır. Daha sonra rahat bir vaxtda açıb videoya qulaq asanda daha rahat olur. Bəzilər deyir ki, müəllimə, mən siz danışa-danışa sizdən eşidirəm, orada qeydiyyatımı götürürəm. Bəzilər deyir ki, müəllimə, dərsin izahına çox yer verməyin, gəlin test işləyək. Mən də onların bütün bu xüsusiyyətləri, bütün bu fərqlilikləri əgər nəzərə alıramsa, buna uyğun dərsimi təşkil edirəmsə, deməli, inklüzivliyi qorumuş oluram. İndi mən öz üzərimizdən izah verdim. Məktəbdə bu biraz başqa cürdür. Məsələn, uşaqlar deyir ki, müəllimə, və yaxud da müəllim uşaqların həmin o fərqli olan düşüncələrini, fərqli öyrənmə xüsusiyyətlərini, ümumiyyətlə fərqli ola biləcəklərini qəbul edib, addımlarını da buna uyğun atırsa, deməli, inklüzivliyi qorumuş olur. Yenə də testin üstündə göstərəndə biləcəksiniz o intellektual xüsusiyyətlər, situasiyalar zamanı bizə necə veriləcək. Digər də məktəb valideyn əlaqələrinin tənzimlənməsidir. Bu da ki, çox asandır. Müəllimin və üzr istəyirəm, valideynin məktəbə gəlib idarə etmədə iştirakına, belə deyək, imkanın yaradılmasıdır. Övladının təlim-tərbiyə işinin təşkilində, belə deyək də, iştirak etməsidir və s. Bir sözlə, məktəbdə valideynlərin rolunun ön plana keçməsindən çox asandır. Bu, buraya çox qalmaq istəmirəm üzərində. Testlərdə də mütləq orada məktəb valideyn əlaqələrini verəcək orada açar olaraq. Açıram testləri. Aç. Hə. Bir dəqiqə, əvvəldən danışaq, çünki mən onsuz da sizə sona qədər izah atacağım. Ona görə də elə birinci sualdan başlayaq. Birinci sualda deyir ki, bir neçəsini mən çünki ilk suallarda hərəsinə aid bir dənə nümunədir, birdən vaxt itər, video bitər deyə birinci özüm danışacağım. Gələn dərsdə sizdən istəyəcəm, yəni narahat olmayın, sual cavab edin. Amma məncə izahı dinləyib, testləri etsəniz, bir də sizə göndərdiyim açar sözlərə baxsanız heç bir problem yaranmayacaq. Birinci sualda deyir ki, dərs zamanı müəllim şagirdləri kimyəvi təcrübə aparmaq üçün laboratoriyaya aparır. Bir də testləri işləyəndə izah zamanı açar ifadələr deyirdimi? Onları görəndə, laboratoriyanı artıq görəndə bu bizə bir işarə olur. Bir dəqiqə qələmi götürün.
Hə. Laboratoriya. Bura nə idi? Texniki baza idi. Məktəbin maddi texniki bazası idi. Lakin heç bir təhlükəsizlik tədbiri görmür. Bu hal dərsdə biz bayaq hansını izah edəndə dedim ki, şagirdlər üçün təhlükəsiz təhsil şəraitinin yaradılması. Bunu Dəstəkləyici mühitdə dedik. Bunu dəstəkləyici mühitdə dedik. Vəssalam. Təhlükəsizlik təhsil şəraitinin yaradılması dəstəkləyici mühitdə olacaq.